Salam değerli dostlar, değerli müşteriler. Fondel kombinin təmir üçün yaxınlaşmışıq. Təzyiq düşmə problemi var. Ana esenjorun nəcində olduğunu sizlərə göstəreyim. Bir də burada xüsusi vurgulamaq istəyirəm ki, soyuq su, isti suyun giriş çıxışları, ana esenjorun bağlanan hissələri sızma nəticəsində ərk bağlamış. Kombinin müəyyən hissələrini sıradan çıxardıb, burada radiator bağlanan hissələrində görürük. Problemləri var. Burada deməli burada 101 datçik, yəni ki, istilik sensor datçiki də xarab olduğunu görürük. Buradakı raştili balıqda problem var. Onu da yenisi ilə əvəzləmiş olacağıq. Sızma baş verib. Buraları demək olar ki, narahat bir günə qoyub. Elko 1550 motorla təsis olunubdur. Bir də bu hissədə bağlanıb da problem olduğunu görürük. Kaç esenjorlu kombidir. Sizlərin də kombinizdə problem varsa, təmir üçün bizə müraciət edərək problemləri həll etdirə bilərsiniz. Sağ olun, bu qədər. Salam değerli dostlar, değerli müşteriler. Fondel kombinin təmir üçün yaxınlaşmışıq. Təzyiq düşmə problemi var. Ana esenjorun nəcində olduğunu sizlərə göstəreyim. Bir də burada xüsusi vurgulamaq istəyirəm ki, soyuq su, isti suyun giriş çıxışları, ana esenjorun bağlanan hissələri sızma nəticəsində ərk bağlamış. Kombinin müəyyən hissələrini sıradan çıxardıb, burada radiator bağlanan hissələrində görürük. Problemləri var. Burada deməli burada 101 datçik, yəni ki, istilik sensor datçiki də xarab olduğunu görürük. Buradakı raştili balıqda problem var. Onu da yenisi ilə əvəzləmiş olacağıq. Sızma baş verib. Buraları demək olar ki, narahat bir günə qoyub. Elko 1550 motorla təsis olunubdur. Bir də bu hissədə bağlanıb da problem olduğunu görürük. Kaç esenjorlu kombidir. Sizlərin də kombinizdə problem varsa, təmir üçün bizə müraciət edərək problemləri həll etdirə bilərsiniz. Sağ olun, bu qədər. Salam değerli dostlar, değerli müşteriler. Fondel kombinin təmir üçün yaxınlaşmışıq. Təzyiq düşmə problemi var. Ana esenjorun nəcində olduğunu sizlərə göstəreyim. Bir də burada xüsusi vurgulamaq istəyirəm ki, soyuq su, isti suyun giriş çıxışları, ana esenjorun bağlanan hissələri sızma nəticəsində ərk bağlamış. Kombinin müəyyən hissələrini sıradan çıxardıb, burada radiator bağlanan hissələrində görürük. Problemləri var. Burada deməli burada 101 datçik, yəni ki, istilik sensor datçiki də xarab olduğunu görürük. Buradakı raştili balıqda problem var. Onu da yenisi ilə əvəzləmiş olacağıq.